Salam Elminaz. Salam, Zəhmət olmasa özünü təqdim et. adım Elminaz, Bakı Avrasiya Universitetinin 4-cü kurs tələbəsiyəm. Filologiya, Azərbaycan dili və ədəbiyyatı üzrə təhsil alıram hal-hazırda. Elminaz, ənənə deyəndə nə başa düşürsən? Deməli, ənənə dedikdə ilk olaraq ağlıma gələn ta nənəmizdən, babamızdan bugünkü günümüzə gələn, qədimdən bugünkü günümüzə gələn adətlər, ənənələr, bayramda olan adətlər ənənədə öz əksini tapır. Gündəlik həyatınızda və ya ailənizdə hansı milli adət-ənənələri qorumağa çalışırsınız? Ümumiyyətlə ailəmizdə adət-ənənəyə bağlılıq xüsusilə öz əksini tapır. Belə ki, bayramlarda olan adətlərimiz, həmçinin bir süfrə arxasında yemək yemə adətidir ki, biz bugünkü günümüzdə də onu əks elətdiririk və yaxud da ki, bayramlarda istər Qurban bayramı olsun, istər Novruz bayramı olsun, bu bayramlarda olan adətlər, ənənələr hələ də öz əksini tapır bizim ailəmizdə. İndi orta və yaşlı nəslin nümayəndələri belə düşünürlər ki, müasir gənclər milli dəyərlərimizdən uzaqlaşmağa doğru gedirlər. Sizcə bu fikirlər düzdürmü? Və düzdürsə bunun səbəbini nədə görürsünüz? Əslində orta və yaşlı nəslə bu məsələdə haqq vermək olar. Belə ki, bugünkü günümüzdə kontentlərin çoxluğu, sosial şəbəkənin geniş inkişafı nəticəsində daha çox milli dəyərlər yox, digər dəyərlərə meyil, zövq öz əksini tapıb. Bu baxımdan haqq vermək olar. Amma eyni zamanda paralelində qeyd etdiyim kimi sosial media bugünkü günümüzdə inkişaf eləyib. Və əgər digər millətlərin adət-ənənəsini gördüyümüz kimi biz öz adət-ənənəmizdə əks elətdirə bilir, nümayiş etdirə bilirik bu baxımdan. Heç olubmu ki, evdə ya geyimlə bağlı, ya dinlədiyin musiqi ilə bağlı, ya saç formanla bağlı ailən səni müəyyən bir necə deyim, məsələyə görə, bu məsələlərə görə qınadığı olubmu, danladığı olubmu? Və olubsa sən bunu necə qəbul etmisən? Səncə düzgün eləyiblərmi, yoxsa sən özünə haqq vermirsən bu məsələdə? Əslində olub günümdə, yəni yaşamışam bu məsələni. Məsələn, gündəlik həyatda olan çətinliklər, universitetdə olan ya yorğunu olub, yemək yemədən, bir süfrə arxasında ailə ilə yemək yemədən yatmışam, ya yeməmişəm. Bu məsələlər olub ki, məsələn, o zaman anamgil məni qınayıblar ki, bəs gəl birlikdə yeyək, ailə, yəni bir stol arxasında əyləşə ailəli şəkildə. Amma ki, yəni onda mən də özümü qınamışam ki, kəş birlikdə olardıq, amma dediyim kimi gündəlik şəraitdə yorğunluq olur deyə alınmayıb. Hal-hazırda sosial media platformalarından gənclərin çox istifadə eləməsi, qloballaşma belə bir sənin özündə də belə bir düşüncə yaradır ki, bayaq da qeyd etdiyim kimi, yəni gənclər bu sosial mediadan çox istifadə etdiklərinə görə milli dəyərlərimizdən uzaqlaşmağa doğru gedirlər. Necə düşünürsən, bu balansı necə qorumaq olar? Yəni həm olarmı ki, biz həmin platformalardan məhz öz dəyərlərimizi, milli kimliyimizi təbliğ etməklə, yəni istifadə eləyək, özümüzü unudub digərlərini yamsılamaqla yox. Yəni bunu yaxşıya doğru istifadə etmək olarmı? Bəli, bayaq da qeyd etdiyim kimi sosial media artıq gündəlik həyatımızın bir parçasına çevrilib və bunu gündəlik həyatımızda milli adət-ənənəni əks etdirəcək bir şəkildə istifadə edə bilərik. Yəni kontentləri daha çox digər xalqların belə deyək, mövzularına, həyat şəraitini əks etdirəcək şəkildə deyil, öz adət-ənənəmizi, öz günümüzü, qəhrəmanlarımızı əks etdirəcək şəkildə çəkə bilərik, paylaşa bilərik. Yəni siz olubmu ki, öz ətrafınızda, yəni gənclər arasında, ya qrup yoldaşların arasında, ya sinif yoldaşlarınız arasında bu haqda danışmısınızmı? Məsələn, bir tutaq ki, Avropalı gənc öz dəyərlərini təbliğ eləyir. Bizim gənc isə öz dəyərlərini yox, o da Avropa dəyərlərini təbliğ eləyir. Yəni bu haqda danışmısınızmı? Bəli, müxtəlif müzakirələr gedir müəllimlərimizlə, həm qrup yoldaşlarımla. Bu baxımdan müxtəlif müzakirələr aparmışıq ki, yəni biz də əslində bir növ tənqid eləmişik deyə bilərik. Çünki qeyd etdiyim kimi, əgər özümüzə baxsaq, öz daxilimizdə, öz qədimliyimizdə, keçmişimizdə yetəri qədər qəşəng məlumatlar, önəmli tarixi faktlar və yaxud da ki, adətlər, ənənələr öz əksini tapır. Başqasına sövq eləməkdənsə, başqasına baxmaqdansa, özümüzdəkini baxıb göstərmək daha yaxşıdır. Demirəm, başqasına belə deyək, nümunə olaraq baxmayaq. Təbii ki, paralelində, ikisini də paralel şəkildə irəliləmək daha yaxşı olar. Bu baxımdan da müxtəlif müzakirələr aparmışıq. Necə düşünürsən, dəyərlərimizin gənc nəsil arasında yaşadılması üçün ailə, məktəb, cəmiyyət nə etməlidir? Və yaxud da, məsələn,
sizin əlinizdə bir səlahiyyət olsa, milli dəyərlərin təbliği istiqamətində hansı işləri görmək istərdin? Əslində milli dəyərini bir kəsin öyrənməsi üçün ta balacalıqdan, bağçadan başlamalıdır. Bağçada, məktəbdə, daha sonra digər təhsil ocaqları, universitetlərdə təbliğ olunması milli adət-ənənəni, milli kimliyin unutmamaya gətirib çıxarar. Yəni ən balacalıqdan başlamalıdır. Əlimdə olsaydı əgər daha çox qeyd elədiyim kimi sosial media üzərindən bugünkü günümüzdə gənclərin təbii ki əsas belə deyək qüvvəsi sosial mediadır. Sosial media üzərindən milli kimliyi əks etdirən, qeyd elədiyim kimi qəhrəmanlarımızı xatırladan, şəhidlərimizi, daha sonra adət-ənənələrimizi, bayramlarda keçirdiyimiz tədbirlər, adətlərin əks olunması daha məqsədə uyğun olardı deyə düşünürəm. Məsələn, indi gənclər diqqət eləsək, məsələn, öz toy mərasimlərində daha çox Avropa mahnılarına üstünlük verirlər. Əslində ola bilər. Avropada ola bilər, digər xalqların da mahnıları ola bilər. Amma məsələn, toy da bizim milli dəyərlərimizin bir hissəsidir. Toy mərasimi də bizim dəyərimizin bir parçasıdır. Yəni sən necə düşünürsən? Məsələn, sən öz toy mərasimində necə bir musiqi arzu eləyərsən? Avropa mahnısı mı, yoxsa milli mahnılarımızdan? Bəli, bugünkü günümüzdə mən də müşahidə eləyirəm. Toylarda daha çox xarici mahnılara üstünlük verilir. Amma qeyd elədiyim kimi milli mahnılar, milli dəyərlərimiz o qədər çoxdur ki, yəni onlara baxsaq, onların içərisindən axtarsaq, yetəri qədər toyda qoyula biləcək, şənlənə biləcək mahnılarımız var. Onlardan milli mahnılarımızdan istifadə etmək daha məqsədə uyğun olar. Mən özüm də milli mahnılarımızdan istifadə etməyi belə düşünürəm. Çox gözəl, təşəkkür edirəm.